Salam bir daha, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Biz sizlə yenə də silsilə videolarımıza davam edirik. Söz verdiyimiz kimi abituriyentlərə və informatika öyrənmək istəyən hər bir şəxsə informatika müəllimlərinə dəstək məqsədi ilə video izahlarımız davam edir. Bu gün sizlə sayca Dövlət İmtahan Mərkəzinin 20 variantlı sınaq imtahanının sayca 6-cı sınağını izah eləyəcəyik. Mövzu həsr olunubdur alqoritmlər bölməsinə çox maraqlı suallar var və e, videonu sona qədər izləyin. Yəni burada asan, yəni hansı ki çətin görünüb, e, asan həll oluna bilən praktik ipucuların verəcəyik sizə. Faydalı olacağını düşünürəm sizə. Və videoya başlamadan öncə bir daha xatırlatmaq istəyirəm ki, qısa vaxtda informatikadan yüksək nəticə əldə etmək istəyən hər bir abituriyent sürət qruplarımıza qoşula bilərlər. Sürət qruplarında siz qısa vaxtda çox effektiv bir proqramla qarşılaşasınız və əvvəlki videolarda da xatırlatmışam. Burada siz DIM standartlı bütün testləri, əlavə müəllif testlərin, OTK sınaqların, müxtəlif nəşriyyatların sınaqlarını işləyəsiniz və bir də şəxsi hazırladığımız sınaqları işləyəsiniz və bundan əlavə tam proqramı qısa bir vaxtda bitirib sizlə bərabər təkrarlayacağıq. Bununla bağlı ətraflı məlumat istəyən hər bir şəxs nömrələrimizlə əlaqə saxlaya bilər. Sizə yardımcı olarıq. İndi isə keçirik video izahımıza. Onu da deyim ki, videolardan daha çox şəxsin xəbərdar ola bilməsi üçün videolarımızı bəyənib paylaşmağı, hər hansısa aydın olmayan bir məqam üçün isə şərh bölməsinə yazmağı unutmayın. Yenə də bacardığımız qədər sizə dəstək olaraq. Başlayırıq. Deməli, birinci sualdan sınaq 6 mövzu alqoritm. Deməli, birinci sualda bizə nə deyir? Birinci sualda deyir ki, alqoritmin xassəsi deyil. Alqoritmin xassələri arasında müəyyənlik determinlik xassəsi, qələmimizi aktivləşdirək. Müəyyənlik determinlik xassəsi var idi, diskretlik xassəsi var idi, nəticəlilik xassəsi var idi, kütləvilik xassəsi var idi, adekvatlıq xassəsi isə yox idi. Birinci sualımızın cavabı Y variantı. Alqoritmin növünə aid deyil. Alqoritmin bilirik ki, 3 növ var. Xətti dövrü budaqlanan, aid olanları çıxsaq, xətti dövrü budaqlanan A getdi, yerdə qalır 1, 3, 6. 1, 3, 6 da bizdə Y variantındadır. Deməli, alqoritmin kütləvilik xassəsi. Kütləvilik nə deyirdi? Eyni tipli bütün problemlər bu alqoritmdən həll oluna bilsin. Elə A variantını oxuyanda da alqoritmin müəyyən sinifdən olan bütün məsələlərin həlli üçün yararlı olması. Yəni, bir sinifə aid olan bütün problemlər həmin alqoritmdən həll oluna bilməlidir. Üçüncü sualda cavabımız olacaq A variantı. Dördüncü sualda bizə nə veribdir? Dördüncü sualda fraqmentin yerinə yetirilməsi nəticəsində gördüyümüz kimi xətti bir alqoritmdir. B dəyişəninin qiymətini müəyyən edin, müəyyənləşdirək. Deməli, A-nın başlanğıc qiyməti 3-dür. Prosesin gedişatında ikinci addımda A-nın qiyməti dəyişib 7 olur. Artıq siz dəyişən yeni qiymət alırsa, köhnə qiymətdən istifadə eləmirsiniz. Yeni qiymətdən istifadə eləyəsiniz. Burada gəlib B-ni hesablasaq, A-nın yerinə 7 qoyarıq. 3, 7, 21, 21-dən də 5-in çıxsaq 16. B-nin qiyməti 16 olasıdır. Deməli, A-nın qiyməti isə A plus B olasıdır. A-ya 7 hesablamışdıq, B-yə də 16. 7 və 16-nı cəmləsək, A-nın qiyməti gəlib olar 23. Yenə də dəyişən yeni qiymət aldısa, köhnə qiyməti artıq hesablamada biz istifadə eləmirik. Və gəldik nəticəni hesablayırıq. B bərabərdir 2B minus A, yəni 2 vurulsun 16, çıxılsın 23 deyərik. 2-ni 16-ya vursaq 32, 32-dən də 23-ün çıxsaq 9 qalar. Dördüncü sualımızın cavabı bizdə C variantı olar. Beşinci sualda hasili hesablayan alqoritmin blok sxemində sual işarəsinin yerinə. Bunu bir balaca kiçildək. Deməli, bizə nə veribdir? P bərabərdir 1 veribdir. I bərabərdir 2 veribdir. Deməli, I bərabər 2 veribsə, hasil 40-a qədər hesablanıb və hər dəfə də I dəyişənin 2 vahid artırıb. Deməli, burada i-nin
40-la müqayisəsi olmalıdır. Yəni proses belə deyək də i 40 olana qədər. Baxın, hər dəfə p-ni i-yə vurur və i 2 vahid artır. Proses i 40 olana qədər davam eləməlidir. Ona görə i-nin başlanğıc qiyməti 2-dirsə, biz burada deyirik ki, i kiçikdir bərabərdir 40 olana qədər şərt ödənməlidir və artıq məsələn sonuncu dəfə 40 üstəgəl 2 42 şərt ödənmir. Prosesdən çıxış verir və p-nin qiyməti hesablanır. Burada da cavabımız olasıdır A variantı 5-ci sualımızda. 6-cı sualda bizə nə deyir? Alqoritm fraqmentinin icrası nəticəsində x dəyişəninin qiymətini müəyyən edin. X bərabərdir 10, y bərabərdir 20, 10 kiçikdir bərabərdir 20-dən, hə deyirik. X-i 5 vahid, y-i 3 vahid artırırıq. 10-u 5 vahid artıranda 15, 20-ni 3 vahid artıranda 23 eləyir. Artıq dəyişənlər yeni qiymət aldığına görə, x və y dəyişəni yeni qiymət aldığına görə köhnə qiymətləri unuduruq və dövr eləyirik. Yenə şərti yoxlayırıq. 15 kiçikdir bərabərdir 23-dən, hə deyirik. 15-i 5 vahid artırırıq, 20 olur. 23-ü 3 vahid artırırıq, 26 olur. Köhnə qiymətləri qaraladıq. Bir də dövrə gedirik. Yeni qiymətlərdən 20 kiçikdir bərabərdir 26-dan. Hər deyirik. 20-ni 5 vahid artırırıq, 25 eləyir. 26-nı 3 vahid artırırıq, 29 eləyir. Yeni qiymətlərlə bir də gedib şərti yoxlayırıq. 25 kiçikdir bərabərdir 29-dan. Hə deyib 25-i 5 vahid artırırıq, 30. 29-u 3 vahid artırırıq, 33. Daha doğrusu 29-u 3 vahid artırırıq, üzr istəyirəm, 32. Bir də gedirik. 30 kiçik bərabərdir 32-dən. Bəli, 30-u 5 vahid artırırıq, 35. 32-ni 3 vahid artırırıq, 35. Bu qiymətlərlə şərti yoxlayanda yenə də hə istiqamətində gedirik. 35-i 5 vahid artıranda 40. 35-i 3 vahid artıranda 38 və artıq şərti gedib yoxlayanda 40 kiçikdir bərabərdir 38-dən yox deyib gəlib burada 40 və 38-i cəmləyirik. Nəticə bizə verir 6-cı sualda 78. 6-cı sualımızın da cavabı bizdə B variantı olar. 7-ci sualda bizə nə deyir? Alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişənin 21 qiymətini almışdır. X dəyişəninin ilkin qiymətini müəyyən edin. Gəlin müəyyənləşdirək. Deməli, baxaq. X-in qiyməti x minus 5-dir. Onda y-in buradakı qiyməti nə olacaq? X vurulsun 2. X-in qiyməti x minus 5-dir axı. Yəni, mən gətirib bu x-in yerinə x minus 5 vur 2 yazaram. Deməli, y-in qiyməti bərabər olacaq 2x minus 10-a. Y-in qiyməti burada 2x minus 10-dur. İndi gəlirəm, x-in qiymətini hesablayıram. X-in qiyməti bərabərdir 2y, yəni 2 vurulsun bu ifadə 2x minus 10. Bu bizə 4x minus 20 verər. Və bir də çıxılsın x. Axı, x-in də qiyməti x minus 5 idi. Ona görə də gəlib bunu çıx x üstəgəl 5 yazıram. Və bunu da sadələşdirsəm, x-ə alıram 3x minus 15. İndi gəldik, burada qiymətləri yerinə qoyuruq. Y bərabərdir 2y. Y-ə nə almışdıq? 2x minus 10. Yəni, 2 vurulsun 2x minus 10. Üstə gələk x. X-ə də 3x minus 15 almışam axı. Üstə gələk 3x minus 15 bərabərdir 21-ə. İndi bunu həll eləsək, 4x minus 20 üstə gələk 3x minus 15 bərabər 21-ə. 7x bərabərdir 20 ilə 15-i mənfi də digər tərəfə müsbətlə keçirsəm 21 üstəgəl 35 eləyir. Bu bizə verir 56 və buradan x-i hesablasaq x-in də qiyməti bərabər olur 56-nı 7-yə böləndə 8-ə. 7-ci sualda da cavabımız olur Y variantı 8. Baxırıq növbəti suala, 8-ci suala. Aha, deməli 8-ci sualda bizə nə veribdir? Başlanğıca bir n daxil edib, S0-dır, P1-dir, K1-dir, I1-dir. İndi gəlin baxaq. Mən bu hissədən yazıram. Deməli, n daxil edib sadəcə S0, P1, K1, I1. Buradan yazdım. Əsas məsələ mən cəmi hesablamaq üçün S bərabərdir 0-dır. Bunu buradan yazdım. P bərabərdir 1-dir, K bərabərdir 1-dir, I də bərabərdir 1-dir. P 1-dir. Bu P-ni də elə belə qalsın, buradan baxaq. Deməli, gəlin baxaq. I kiçikdir bərabərdir N-dən. Yəni, bu N-i mən daxil eləyəsiyəm.
Tutaq ki, mən yuxarıda n-ə daxil eləmişəm. N bərabərdir 4. Məsəl üçün, yəni n-ə hər hansısa bir qiymət verirəm ki, bu prosesin nəyi hesabladığını görüm. Yəni 4 verməyin, 3 verin, 5 verin. Yəni hər nəsə də bir qiymət verirəm ki, prosesi yoxlayam. N bərabərdir 4 verdim. 1 kiçikdir bərabərdir 4-dən hə istiqamətində gedirəm. S bərabərdir S üstəgələk, yəni 0 üstəgələk I bölünsün P. Yəni 1 bölünsün 1. Bu elə bizə 1 verəcək. Sonra i-ni gəlib bir vahid artırıram. I-nin qiyməti burada 1 idisə, i-nin qiyməti olacaq 2. Artıq bu birdən istifadə eləmirik. K bərabərdir mənfi K. K-nın qiyməti əvvəlcə 1 idi. Sonra gəlib olacaq mənfi 1 və P də bərabərdir. P vurulsun. P üstə gəlinsin. I vur K. Yəni artıq P-nin qiyməti olacaq P plus. Yəni P bərabərdir 1 üstə gələk I vur K. I 2-dir. K da mənfi 1-dir. Yəni mən alasıyam 1 minus 2 P-yə. Bunu belə də saxlayıram. Yəni hesablama əməliyyatı aparmıram burada. I vur K. K-ya mənfi 1 aldım. I də 2-dir. Onda P-nin qiyməti P plus I vur K. Yəni 1 plus mənfi 2 olmalıdır. Mən də 1 minus 2 kimi yazmışam bunu. Sonra qayıdıram, şərti yoxlayıram. 2 kiçikdir bərabərdir 4-dən. Hə istiqamətində gedirəm. S-in üzərinə bu dəfə əlavə eləyirəm. I bölünsün. Məndə i-nin qiyməti 2 idi. 2 bölünsün P. P-nin də qiyməti 1 çıx 2 idi. Bunu olduğu kimi yazdım. İndi yenə gəlirəm. I-ni bir vahid artırıram. I-nin qiyməti 3 olacaq. K mənfi K. Mənfi 1 idi. Olacaq təzələnən müsbət 1. Və gəlirəm buradan P bərabərdir. P üstə gəl. P buydu. Bunun üstünə gəlirəm. I vur K. Yəni üstə gəlirəm. I 3-dür. K da 1-dir. 3-ü 1-ə vuranda bu da eləyir 3. İndi təzədən qayıtdım. I-nin qiyməti 3 idi. 3 kiçikdir 4-dən. Kiçik bərabərdir 4-dən. Hə istiqamətində gedirəm. Hə istiqamətində gedəndə S üstə gəl. S buydu. Bunun üstünə gəlirəm. Nəyi? I bölünsün. I 3 idi. I bölünsün P. P də budur da. 1 çıx, 2, üstə gələk 3. Elə artıq buradan gəlib variantlara baxsanız, 1 üstə gələk 2 böl 1 çıx 2. Baba, 2 böl 1 çıx 2. Sonra üstə gələk 3 böl 1 çıx 2 üstə gəl 3. Və davam edəsən bu proses davam eləyəsidir. Və buna uyğun olan variant da sizdə bircə dənə A variantındadır. Bu da olur bizdə 8-ci sualımızın izahı. 9-cu suala baxsaq, 9-cu sualda deməli, deyir ki, alqoritmin icrasından sonra D dəyişəninin qiyməti neçə olar? X 3-dür, Y 2-dir, Z də 6-dır. Deməli, X 3, Y 2, Z də X 3, Y 2, Z də 6-dır. İndi gəlin baxaq. Baxıram birinci, bu adı budaqlanan alqoritmdir. Baxıram birinci qiymətləri qoyuram bura. 3 kiçikdir 2-dən. Siz yox istiqamətində getməlisiniz. Yəni, burada hə istiqaməti 3-2-dən kiçik deyil deyə yox istiqamətində gedirsiniz. Və 6 böyükdür 2-dən. Yəni, Z böyükdür Y-dən. Burada yox, hə istiqamətində gedirsiniz. Verib ki, X-in qiyməti bərabərdir X plus Y-ə, yəni 3 plus 2-yə, X-in qiyməti bərabərdir 5-ə. D-nin də qiyməti X plus Z-ə bərabərdir. X 5 idi, X-in yeni qiyməti 5-dir. Z-in də qiyməti 6-dır. Yəni 5 ilə 6-nı toplayıram. Onda da D-nin çıxışa gedən qiyməti olacaq 11. 9-cu sualda da cavabımız olasıdır A variantı. Baxırıq 10-cu sualımıza. X mənfi 9, Y 2. Deməli, bu mənfi 9-dur. Bu da 2-dir. Deyir ki, şərtin neçə dəfə yoxlanıldığını müəyyən edin. Deməli, şərtin yoxlanıldığını. Baxın. Deməli, siz gələsiniz. X-ə başlanğıc qiymət mənfi 9-dur. Mənfi 9. Y-ə də qiymət 2-dir. Siz gəldiniz, düşdünüz bura, dövrün gövdəsində X bərabərdir X plus Y. Mənfi 9-un üstünə 2 gəldiniz, X-in qiyməti oldu mənfi 7. Və şərt bir dəfə yoxlandı. Mənfi 7 kiçikdir bərabərdir 2-dən. Hə. Bir dəfə şərt yoxlandı mı? Burada xətlə çəkirəm ki, sayaq. Getdik təzləndən. Bir də dövrün gövdəsində X-in üstünə Y-ə əlavə elədik. Mənfi 7-nin üstünə 2 əlavə elədik. Bu da oldu mənfi 5. Mənfi 5. Və bir də şərt yoxladıq. Mənfi 5 kiçikdir bərabərdir 2-dən.
Şərti ikinci dəfə yoxladıq. Hə istiqamətində gedirik. Bu dəfə yenə -5-i 2 vahid artırırıq. Bu eləyir -3. Düşürük aşağıda şərti üçüncü dəfə yoxlayırıq. -3 kiçikdir bərabərdir 2-dən. Hə deyirik. Sonra bir də gəldik buradan. Burada -3 almışıq. -3. Bunu bir dənə yaxşı yazım. Hə, burada almışıq -3. İndi gəldik. -3-ün üstünə 2 gəlirik. Bu bizə verir -1. -1 ilə düşürəm aşağıya. -1 kiçikdir bərabərdir 2-dən. Yenə hə deyirəm. Şərti dördüncü dəfə yoxlayıram. Gəldim buradan. -1-in üstünə 2 gəlirəm. Müsbət 1 verir mənə. Gəlirəm, düşürəm aşağıda. 1 2-dən kiçik bərabərdir. Yenə hə, şərti 1 də yoxladım. Şərti 1 də yoxladım. Qayıtdım bura. 1-i 2 vahid artırdım. Mənə 3 verdi. Artıq gəlirəm burada. Şərti 1 dəfə də yoxlayıram. 3 kiçikdir bərabərdir 2-dən yox deyib, x-i çıxışa verirəm. Məndən nə istəyirdi? Şərtin neçə dəfə yoxlanıldığını. Burada da baxın 1, 2, 3, 4, 5, 6. Hər dəfə xəttləmişdim. Şərt 6 dəfə yoxlanıbdır. Sualımızın cavabı olacaq B variantı. 11-ci sualımız nəzəri sualdır. Addımların ardıcıl şəkildə ifadə etməsi xassəsi. Sadə addımların ardıcıllığı şəklində ifadə etməsi, addımların ardıcıllığının icra edilməsi diskretlikdir. Yəni biz alqoritm icra ediriksə, bütün addımları ardıcıllıqla icra eləməliyik. Hər hansısa bir addımı keçməməliyik. Bu diskretlik xassəsinin pozulmasıdır. 11-ci sualda cavabımız C variantı. 12-ci sualda deyir ki, icraçı iki komandanı yerinə yetirə bilir. İcraçı 3 ədədindən 32-ni alması üçün yerinə yetirəcək komandaları müəyyən edin. Bunun ən yaxşı yolu, yəni variantla baxıb variantla işləyə bilərsiniz. Məsələn, 3-dən 32-ni mən birinci A variantında mənə verib 1, 1, 2, 1. Yəni, 1 nə deməkdir? Üstə gəl 5, 2 nə deməkdir? Vur 2. Məsələn, 1, 1 verib. 3-ün üstünə 5, üstə 5 gəlsəm, bu eləyir 13. 13-ü 2-yə vursam, 26. 26-nın da üstünə təzdən bir dənə 5 gəlsəm, bu 32 yox, 31 verər. A variantı getdi. Məsələn, D variantına baxsam, əvvəlcə 2 verib. Yəni 3-ü vuraq 2-yə, sonra üstə 5 gələk, sonra təzədən 2 verib, sonra təzədən 2-yə vuraq, sonra 2 dənə 1 verib, təzədən 2 dəfə üstə 5 gələk. Bunu yoxlasaq, 3 2 6, 6 5-im 11, 11-i 2-yə vuranda 22, 22 ilə də 10 toplayanda elə bu mənə 32 verir. Burada cavabımız olacaq D variantı. Burada ən az addım söhbəti falan yoxdur ki. İcraçının 3 ədədindən 32 alması üçün yerinə yetirəcəyi komandalar ardıcıllığını müəyyən edin. Bu tipli suallarda bir dənə yadınızda saxlayın. Ola bilər ki, məsələn, bir neçə variant 32 versin sizə. Orada addımların azlığı, çoxluğu söhbəti də ola bilər. Yəni, məsələn, sual verə bilər ki, ən az addımla neçə dəfə. Yəni, onu da diqqətinizdə saxlayın. Burada elə deyil. Elə 12-ci sualda cavabınız olacaq D variantı. Alqoritmin ilkin qiymətləri, müxtəlif ilkin qiymətlər üçün yararlı olması hansı xassəni? Yəni, müxtəlif qiymətlər daxil edirik və onlar üçün yararlıdırsa, bu kütləvilikdən söhbət gedir burada. 13-cü sualda cavabımız Y variantı. Verilmiş həndəsi fiqur bu başlanğıcı və sonu bildirirdi bloklardan. 14-cü sualda cavabımız Y. Alqoritmin xassələrində obyektivlik yoxdur, kütləvilik var, diskretlik var, adekvatlıq yoxdur, nəticəlilik var, xəttilik yoxdur. Cavabımız olacaq 2, 3, 5, 15-ci sualda variantımız A variantı. 16-cı sualda n natural ədədi üçün blok sxem şəklində verilmiş alqoritm fraqmentinin təyinatını. Baxıram ki, S-in başlanğıc qiyməti 0-dır, n-in başlanğıc qiyməti 0-dır, n 100-dən kiçik olduqda hər dəfə n 2 vahid artıracaq və hər dəfə s-in üzərinə n əlavə eləyəcək. Yəni, başlanğıc qiyməti 0 olan bir dəyişəni hər dəfə 2 vahid artıranda nəticədə həmişə cüt ədədlər alınacaq. Yəni, n-in qiymətləri hər zaman cüt olacaq və hər dəfə s-in üzərinə n-ləri əlavə eləyəcək. Yəni, cüt ədədlərin cəmidir bu. Hara qədər? 100-dən kiçik. 100-dən kiçik cüt ədədləri cəmləyəcək bu proses. 16-cı sualda da elə cavabınız A variantı olar. 1-dən 100-ə qədər, yəni 100 ora daxil deyil, cüt ədədlərin cəminin tapılması alqoritmidir. İndi gəlib baxırıq 17-ci suala.
17-ci sualda bizə nə deyir? Alqoritm fraqmentinin icrasından sonra B dəyişəninin qiymətini müəyyən edin. İndi gəlin baxaq. Burada A kiçikdir bərabərdir B. 1 kiçikdir bərabərdir 1024. A-nı 2 vahid artırıb B-ni də 3 vahid azaldıb. Sizin bunu ədədlər elə ədədlərdir ki, siz bunu bir-bir icra eləyə bilməzsiniz. Yəni prosesi saya bilməzsiniz ki, məsələn tutaq ki, mən bayaq burada yuxarıdakı sualda, məsələn bu sualda şərtin neçə dəfə yoxlanıldığını prosesi icra elədim və şərti saydım ki, şərt neçə dəfə icra olunub. Amma məsələn siz burada yəni bunu siz bu prosesi neçə dəfə icra eləyə bilərsiniz ki? Yəni ən azı bir minimum bir 200 dəfə icra eləməlisiniz ki, burada A kiçikdir bərabərdir 2 minimum 200 dəfə, 200-dən çox da ola bilər. E, yəni bu şərt ödənməsin və dövrdən çıxış baş versin. Hə, yaxşı, nə edək? Bu maraqlı sualdır. Deməli, burada gəlib nə edirik? Mən düşünürəm ki, sizə bir dənə maraqlı üsul deyirəm, eksklüziv sizə özəl. Ə, belə suallar topluda o qədər də çox deyil, demin toplusunda. Amma rastlaşsanız nə edirsiniz? Ə, yəni videoya baxanlar artıq bunu öyrənəcək. Videoya baxmayanlar üzülsün. Deməli, şərti olaraq düşünək ki, bizim bu prosesdə ə, proses n dəfə dövr eləyəcək. Yəni, mən dövrlərin sayını bilmirəm. Mən dövrlərin sayını işarə eləyirəm bir n-lə, x-lə, y-lə, z-lə, hər nə ilə, sürəyim nə ilə istəyirsə, onunla da işarə eləyirəm. Deməli, baxın, A-nın başlanğıc qiyməti 1-dir. Əgər proses n dəfə dövr eləyirsə, deməli, bu A dəyişəninin üzərinə n dəfə 2 gələcək. Onda A dəyişəninin prosesin sonunda qiyməti, başlanğıc qiyməti 1-dirsə, A dəyişənində hər dəfə 2 vahid artırıbsa və proses n dəfə dövr eləyibsə, A-nın prosesin sonunda qiyməti 1 plus 2 vur n olmalıdır. Bu məntiqlə davam eləyib B dəyişəninin qiymətini fikirləşsək, B dəyişəninin başlanğıc qiyməti 1024-dür. B dəyişənindən hər dəfə 3 çıxır. Və prosesimiz n dəfə dövr elədikdə, deməli B dəyişəni prosesin sonunda qiyməti 1024 çıxaq 3n olacaq. Çünki n dəfə 3 çıxıb axı. Yəni 3n qədər azalacaq da bu. İndi baxaq. Burada prosesin sonunda, yəni prosesin sonlanması üçün bu şərt ödənməməlidir. Yəni A kiçikdir bərabərdir B veribsə, A kiçikdir bərabərdir B olana qədər proses davam eləyəcək. Nə zaman davam eləməyəcək? A böyükdür B olanda, yəni bərabər şərti də ödəndi. Bərabər şərtindən sonra böyük olmalıdır ki, ödənməsin, dövrdən çıxım. Onda gəlirəm, bərabərsizlik yazıram. Deyirəm ki, 1 plus 2n böyük olsun 1024 çıxaq 3n-dən. İndi gəlin bir dənə bura baxaq. 2n burada, 3n burada. Buradan keçirsək bu tərəfə 5n böyükdür 1023-dən. N də böyük olmalıdır. 1023-ü 5-ə böləndə nə eləyər? 10-u 5-ə bölsək 2, 23-ü 5-ə bölsək 4, 2 dənə rəqəm endirik deyə 1 sıfır atırıq da. Bunu bilirsiniz yəqin ki. 23-ü 5-ə böləndə 4, 3 qalıq qalar. 3-ü də 5-ə böləndə deməli burada 204 tam onda 6 alınır. Yəni n 204-dən böyük ədəd. Onda n-ə gəlib nə veririk? N-ə veririk 205. Bu nə deməkdir? Yəni bu prosesdə dövr sayı 205-dir. Yəni 204-dən böyükdür, 205-dir. İndi gəldik, baxdıq. Məndən prosesin sonunda B-nin qiymətini istəmir. B-nin qiymətini də mən 1024 çıxaq 3-ün demişəm də. Deməli, yazıram ki, B bərabərdir 1024 çıxılsın 3 vuraq 205. Deməli, 1024 çıxılsın, bu nə verir? 615 verir bizə. 5 bir yadda, 1, 3, 2, 6, 615. 1024-dən də 615 çıxanda, deməli, 400 oradan 1000, 409 B variantı. Bu da olur 17-ci sualımızın izahı. Bu cür sadə üsulla həll eləyə bilərsiniz. Baxırıq 18-ci suala. Deyir ki, n bərabərdir 10 olduqda alqoritmin icrası nəticəsində dim ifadəsi neçə dəfə çapa verilər. Baxaq, n-ə nə veribdir? N-ə 10 veribdir.
Gəlin icra eləyək, baxaq. Məsələn, n 10-dursa, n 10-dursa, a bərabərdir 3. 10 böyükdür 0-dan. Hə deyəsiz. Dim sözü, burada mən işarə qoyacağım. Bir dəfə çıxışa gedir. Eni A vahid azaldır. Yəni 10-dan 3 çıxır. Enin başlanğıc qiyməti 10 idi. 10-dan 3 çıxır. Enin qiyməti olur 7. Qayıdır dövrə. 7 də 0-dan böyükdür deyə dim sözün ikinci dəfə çap eləyir. Yenə 7-dən gəlir 3 çıxır. Enin qiyməti olur 4. Qayıdır dövrə. 4 də 0-dan böyükdür deyə bu blokdan keçəndə dim sözün üçüncü dəfə çap eləyir. 4-dən 3 çıxır. Enin qiyməti olur 1. 1 də 0-dan böyükdür deyə dim sözün dördüncü dəfə çap eləyir və 1-dən 3 çıxanda enin qiyməti olur -2. -2 0-dan böyük deyil deyə yox qoluna gedir. Gəlir indi burada dim sözün, buradan keçəndə dim sözün çap elədi. Enin üstünə 4 gəlir. -2-nin üstünə 4 gəlir. Enin qiyməti olur -2. Enin qiyməti olur -2. 2 kiçikdir, bərabərdir 10-dan. 2 10-dan kiçik bərabərdir deyə hə istiqamətində gedir. Dim sözün yenə çıxışa verir. 2-nin üstünə 4 gəlir. Bu dəfə enin qiyməti 6 olur. 6 kiçikdir, bərabərdir 10-dan. Yenə hə istiqamətində gedir. Buradan gələndə dim sözün üçüncü dəfə çıxışa verir. 6-nın üstünə 4 gəlir. Enin qiyməti 10 olur. 10 kiçikdir, bərabərdir 10-da. Yenə hə istiqamətində gedib dim sözün bir dəfə də çıxışa verir. Enin üstünə 4 gəlir. Enin qiyməti 14 olur və 14 kiçik bərabərdir 10-dan. Yox qolunda gedir. Bir dəfə də dimi burada çap eləyir və sonlandırır. Deməli, burada, baxın xəttləmişəm. 4 dəfə burada, 4 dəfə burada, bir dəfə də burada dim sözü çap olmasıdır. Yəni, çıxışa gedəsidir. Toplam dim sözü 9 dəfə çıxışa gedər. 18-ci sualda da cavabımız olur A variantı. 19-cu sualda verilmiş y funksiyasının qiymətinin hesablanması alqoritminə əsasən blok sxem qurulma zamanı ən az neçə şərt blokundan istifadə olunacaq. Dim ekvivalentli, yəni topluda olan bir sual tipidir. Burada biz deyirdik ki, x dəyişəninin, yəni buradakı şərtdəki x dəyişəninin hər bir qiyməti üçün əməliyyat nəzərdə tutulursa, şərt blokunun sayı şərtlərin sayından bir vahid az olur. Əgər bu şərtdə verilən x-lərin bütün qiymətləri üçün əməliyyat nəzərdə tutulmayıbsa, o zaman şərt blokunun sayı şərtin sayına bərabər olur. İndi mən baxıram. Baxıram ki, burada x-in 5-dən, -5-dən kiçik və -5-dən kiçik qiymətlər, kiçik və bərabər qiymətlər üçün əməliyyatlar qeyd olunubdur. Yəni, bir əməliyyat var. İndi gəldik, -5-dən soruya baxırıq. -5-dən böyük qiymətlər üçün, -5-dən 1 arasında olan qiymətlər üçün də əməliyyat təyin olunubdur. Yəni, -5-dən sonra müsbət 1-ə qədər. 1-in özü üçün də əməliyyat təyin olunubdur və 1-dən böyük qiymətlər üçün də əməliyyat təyin olunubdur. Yəni, ədəd oxundakı bütün x-lər üçün, yəni bütün x-in tam qiymətləri üçün əməliyyatlar var. Deməli, x-in bütün qiymətləri üçün, tam qiymətlər üçün əməliyyat nəzərə alınıbsa, şərt blokunun sayı şərtin sayından bir vahid az olasıdır. Yəni, burada 4 dənə şərt varsa, siz 3 dənə şərt blokundan istifadə eləyəsiniz. İndi məsələn, fərz eləyək ki, burada x böyükdür 1 yox idi. Yəni, x böyükdür 1 olmasaydı, nə baş verərdi? X böyükdür 1 olmasaydı, onda bütün x-lər üçün əməliyyat olmayasıydı. Bütün x-lər üçün əməliyyat təyin olunmayanda, dedik ki, şərtin sayı şərt blokunun sayına bərabər olur. Şərt blokunun sayı da şərtin sayına bərabər olur. 3 dənə şərt qalırsa, 3 dənə şərt blokundan istifadə edirdiniz. 20-ci sualda uyğunluq sualıdır. A variantı budaqlanan alqoritmə aiddir. Tam budaqlanma var. Biri A variantı gedəcək. Sonra bir də budaqlanma natamam var. Biri AC. Sonra gəldik, baxdıq. Dövrə alqoritmlər. B-də son şərtli, D-də ön şərtli budaqlanma var. 2-yə BD gedər. 3-ə də yəqin ki, Y gedəcək. Xətti alqoritm, bəli, 3-ə də Y gedir. Deməli, 1-ə AC, 2-yə BD, 3-ə də Y. Elə bizdə A variantında verilibdir.
21-ci sualda baxsaq, heç bir addım buraxılmadan və təkrarlanmadan bütün addımlar tam yazıldığı ardıcıllıqla. Addım buraxılmadan, təkrarlanmadan bir istiqamətdə gedirsə, burada yəni hansı növdən söhbət gedə bilər? Təbii ki, xəttdən. 21-ci sualda cavabımız C variantı. 22-ci sualda alqoritm fraqmentinin icrasından sonra y dəyişəninin qiymətini müəyyən edin deyir. Deməli, nə edibdir? X 3-dür. X-i bir vahid artırır, olur 4. Y-i 2 vahid azaldır, olur 2. Prosesin gedişatında x plus y böyükdür 0-dan. 6, 4 plus 2, 6 eləyir. 6 0-dan böyükdür deyə hə istiqamətində gedir və yenə x-i bir vahid artırır 5. X-i bir vahid artırır 5. Və y-i 2 vahid azaldır. Bu da olur 0. Bu da olur 0. Və gəlir 5 plus 0 böyükdür. 5 plus 0 böyükdür 0-dan. Bəli, hə istiqamətində gedirəm. 5-i bir vahid artırıram 6. Y-i 2 vahid azaldıram -2. Toplayanda 4 eləyir. 4 böyükdür 0-dan. Yenə hə istiqamətində gedirəm. 6-nı bir vahid artırıram 7. Y-i də 2 vahid azaldanda -4. Cəmi bizə -3 verir. Daha doğrusu müsbət 3 verir. Müsbət 3 böyükdür 0-dan. Hə istiqamətində gedirəm. X-i bir vahid artırıram 8 eləyir. Y-i 2 vahid azaldıram -6 eləyir. Toplayanda müsbət 2 0-dan böyükdür deyə yenə davam eləyirəm. Bir vahid artırdım 9. 2 vahid azaltdım -8. Cəmləri müsbət 1 eləyir. 0-dan böyükdür deyə yenə hə istiqamətində gedirəm. X-i bir vahid artıranda 10 eləyir. Y-i 2 vahid azaldanda -10 eləyir. -10. Müsbət 10 cəmi 0 verir. 0 0-dan böyükdür. Yox. Y-i çıxışa verirəm. Y-in də çıxışa gedən qiyməti Y variantı -10 olur 22-ci sualda. Gəlib baxsaq 23-cü suala. 23-cü sualda deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində x dəyişəninin 63 qiyməti çap olunmuşdur. Buna əsasən k dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini müəyyən edin. Gəlin bir dənə baxaq. X dəyişəninin 63 qiyməti x dəyişəninin 63 qiyməti çap olunmuşdur. X-in başlanğıc qiyməti 3-dür. Və hər dəfə, gəlin əvvəlcə biz prosesin neçə dəfə dövr elədiyinə baxaq. X-in başlanğıc qiyməti 3-dür. Mən deyirəm ki, bu prosesin neçə dəfə dövr elədiyini bilmirəm də. Yəni, bu şərtin neçə dəfə ödəndiyini bilmirəm. Ona görə deyirəm ki, bu proses n dəfə dövr eləyibdir. N dəfə dövr eləyibdir. İndi gəlib baxıram. Deyirəm ki, x-in başlanğıc qiyməti 3-dür. Hər dəfə 12 artırıbsa, deməli x-in qiyməti 3 üstə gələk 12, amma n dəfə. Yəni, məsələn, 2 dəfə dövrləsə 3-ün üstünə 24 gələcək. 3 dəfə dövrləsə 3-ün üstünə 36 gələr. Və nəticədə x-ə çıxışa gedib 63 qiyməti. Ona görə bunu 63-ə bərabər eləyirəm. Buradan hesablasam, alıram ki, 12n bərabərdir 60-a və n də bərabərdir 5-ə. Bu 5 nədir? Dövrlərin sayıdır. Yəni, bu proses 5 dəfə dövr eləyib. 5 dəfə dövr eləyib. Bu nə oldu? Dövrün sayı. İndi bizdən nə idi? K dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini tapın. Deməli, K dəyişəninin üzərinə deməli, 5 dəfə 5 gəlibdir. Deməli, K üstə gəl 5 plus 5. Bunu şərtin ödənməməsi üçün kiçikdir 100-dürsə, mən bərabərdir 100 yazsam, şərt ödənməz də. Onda K nəyə bərabər olmalıdır? 100 çıx 25. K-nın da qiyməti olasıdır 75. 23-cü sualda cavabımız olasıdır 75. İndi gəldik, baxdıq 24-cü suala. Deyir ki, alqoritm blok sxeminə əsasən P dəyişəninin çapa verilən qiyməti 36-dır. Yəni, burada çıxışa 36 gedir. İndi gəlin baxaq, bizə nə deyir? Dövr 4 dəfə yerinə yetirilibsə, girişdə n dəyişəninin qiyməti. Prosesdə n dəyişəninin dəyişikliyi olmayıbdır. Sadəcə, baxın, biz burada n dəyişənin nə zaman hesablayırıq? Biz əslində prosesdə hər dəfə k dəyişəni dəyişib deyə və k-nın başlanğıc qiyməti n-in qiymətidir deyə biz k-nın başlanğıc qiymətini tapmış olsaq, onda elə
N'in qiymətini də tapmış olarıq da. Yəni buradakı qiyməti tapmış olsaq, elə N'in qiymətini tapmış oluruq. Yəni bu prosesdə. Deməli, proses 4 dəfə, yəni dövr 4 dəfə deyir ki, dövr 4 dəfə yerinə yetirilibsə, yəni burada 4 dəfə dövr eləyəcəyik. İndi gəlin baxaq. Tutaq ki, mən K-la girdim dövrə. İndi mən N-i axtarıram, amma K-nı tapsam N-də tapacam. Yəni burada ki, K-nı tapsam elə N-in qiymətini tapmış olacam. Düşünürəm ki, K böyükdür, bərabərdir, 3 şərti ödənir. K böyükdür, bərabərdir, 3 şərti ödənir. Düşürəm hə istiqamətində. P-nin üzərinə K-nı əlavə edirəm. Yəni P 0 idi. P 0 idi. Sıfırın üzərinə K-nı əlavə elədim. Və K-nı gəlib növbəti dəfə 2 vahid azaldıram. Elə bir qiymət olur bu dəfə K-2. Yəni elə bir artıq qiymət K-nın qiyməti K-2-dir də. Çünki hər dəfə K-nı 2 vahid azaldır. İndi K-nın qiyməti K-2-dir. Mən buradan gəldim. Prosesi bir dəfə dövr elədi, getdi şərtə. İndi 4 dəfə dövr eləməliyəm. K-2 də böyük bərabərdir 3-dən. Ona görə yenə P-nin üzərinə K-nı əlavə edirəm. K-nın da qiyməti K-2-dir. Yəni P-nin üzərinə bu dəfə K-2 gəlirəm. Və indi K-nın qiyməti K-2 idi də. Onu yenə 2 vahid azaldıram. Bu dəfə elə bir K-nın qiyməti K-4 olur. Və yenə prosesi mən gəldim ikinci dəfə dövr elətdirdim. Qayıdıb gəlirəm burada şərti yoxlayıram. K-4-lə K-4 böyük bərabərdir 3 şərti ödənir. P-nin üstünə K-nı, yəni K-4-ü əlavə eləyirəm. Və K-nı yenə 2 vahid azaldıram. Olur K-6. Üçüncü dəfə dövr eləyirəm. Gəlirəm şərti yoxlayıram. K-6 ilə P-nin üzərinə K-6-nı əlavə eləyirəm. Və K-nı 2 vahid azaldıram. Olur K-8. Və gəlirəm, dördüncü dəfə dövrə gedirəm. Dördüncü dəfə dövrə gedəndə artıq burada 4 dəfə dövr eləyibsə, burada K-8 böyük bərabərdir 3 şərti ödənmir və yox qoluna gedib P-yə 36 qiymətini çıxışa verirəm. İndi mən gəlib bunu tənlik kimi hesablasam, 1K, 2K, 3K, 4K. 4K çıx 2, çıx 4, çıx 6, çıx bu eləyir 8, 12 də. Çıx 12 bərabərdir 36-ya. Buradan 4K bərabərdir 48-ə. Mən K-ya gəldim, nə aldım? K-ya gəldim, aldım 12. Əgər K-nın qiyməti 12-dirsə, deməli N-in də daxil olunan qiyməti 12 imiş. Burada da 24-cü sualın cavabında N-in girişə verilən qiyməti 12 olar 24-cü sualda. 25-ci suala baxıram. X dəyişəninin ilkin qiyməti 14 olarsa, alqoritmin icrası nəticəsində S dəyişəninin qiymətini müəyyən edin. Deməli, X dəyişəninin ilkin qiyməti 14-dür. Alqoritmin yerinə yetirilməsinin icrası nəticəsində S dəyişəninin qiyməti 3-dür. Buradan başlayırıq, X-ə verdik 14. İndi S bərabərdir 0, I bərabərdir 1. Deməli, 14 böyükdür 0-dan. Hə istiqamətində gedirəm. 14-dən 3 çıxıram. X-in qiyməti olur 11. I-nin də qiyməti 1-də axı. 11 böyükdür 1-dən. Bəli, hə istiqamətində gedirəm. I-ni 2-yə vururam. I-nin qiyməti olur 2. Və gəlirəm S-in üstünə 2X-i əlavə eləyirəm. Yəni, S-in də qiyməti 0 idi. 0-ın üstünə əlavə eləyirəm. 2 vuraq. X-in qiyməti 11 idi axı. S-in qiyməti olur 22. İndi gəldim, dövr elədim. 11 böyükdür 0-dan, hə. 11-dən 3-ünü çıxıram. 8. 8 böyükdür 2-dən, hə. I-ni gəlib 2-yə vururam. I-nin qiyməti olur 4. Və S-in üzərinə yenə 2X əlavə edirəm. X 8 idi deyə. X-ə 8 aldım axı. 8-i 2-yə vurdum 16. 22 ilə də 16-nı topladım. 22 ilə də 16-nı toplayanda bu mənə verir 38.
İndi bir də qayıdıram dövrə. 8 sıfırdan böyükdür. Hə, 8-dən 3 çıxıram. Bura gəlib alıram 5. 5 böyükdür 4-dən. Yenə hə, i'ni 2-yə vurdum. Bu elədir 8. S-in üzərinə 2x gəlirəm. X-in qiyməti 5 idisə 38-in üstünə 10 gəlirəm. Bu eləyir 48. Qayıtdım dövrə. 5 böyükdür 0-dan. Hə, 5-dən 3-ünü çıxıram. Mənə verir 2. 2 böyükdür 8-dən. Yox. İ'nin üstünə 2 gəlirəm. İ'nin qiyməti olur 10. Yenə S-in üstünə 2x gəlirəm. Yəni 48-in üstünə elə bir x-in son qiyməti 2 idi də. 48-in üstünə 4 gəlirəm. 48-in üstünə 4 gələndə bu bizə verir 52. İndi gəldik, baxdıq. Bir də dövrə gedirəm. 2 böyükdür 0-dan. Hə, 2-dən 3-ünü çıxanda qalır -1. -1. -1 böyükdür 10-dan. Yox, i'ni 2 vahid artırıram. 12. S-in üstünə 2x gəlirəm. Yəni elə bir 52-nin üstünə -2 gəlirəm. Bu da mənə verir 50 və S-in qiymətini çıxışa verirəm. S-in çıxışa gedən qiyməti 50 olacaq. 25-ci sualımızın da cavabı olur 50. Sonra gəlib baxırıq 26-cı suala. 26-cı sualda bizə nə deyir? 26-cı sualda deyir ki, alqoritmin blok sxeminə əsasən P dəyişəninin çapa veriləcək qiymətinin 320 olması üçün N dəyişəninin daxil edilə biləcək ən böyük natural qiymətini müəyyən edin. İndi baxın, bayaqki kimi, baxın, görürsünüz, bu prosesdə də siz prosesin eni hansı qiymətin daxil olunmasını siz müəyyənləşdirməlisiniz. Bu tipli suallarda həmişə birinci çalışın ki, prosesin neçə dəfə dövr eləyəcəyini hesablayasınız. İndi mən deyirəm ki, bu prosesdə dövrlərin sayı, dövr sayı, bunu gəlib işarələyirəm bir dənə m-lə. Dövrlərin sayı m olsun. İndi gəlin baxaq. Deməli, burada P-yə başlanğıc qiymət 5 veribdir. P-ni hər dəfə 2-yə vurubdur. P çıxışa gedibdir və P-nin çıxışa gedən qiyməti 320-dir. İndi baxın, məsələn, bu proses 3 dəfə icra olunsaydı, P-ni 3 dəfə 2-yə vurardı. 2 vur 2 vur 2. Bu 2-nin kubu deməkdir. 5 dəfə icra olunsaydı, 2 vur 2 vur 2 vur 2 vur 2. 2 üstü 5-ə vurmuş olardı P-ni. İndi məndə dövr sayını m-dən işarələmişəm deyə. P-nin başlanğıc qiyməti 5-dir. Onda P-nin ümumi son nəticədə qiyməti mən P-ni m dəfə 2-yə vurmalıyam. Yəni 5-i m dəfə 2-yə vururam. Bu da nə deməkdir? 2 üstü m-ə vururam. Və nəticədə P-nin qiyməti mənə nə verir? 320 verir. Onda mən gəlib buradan alıram ki, 2 üstü m bərabərdir. 320-ni 5-ə bölsəm, bu verir 64. 2 üstü m bərabərdir 2 üstü 6-ya və m də bərabərdir 6-ya. Deməli, bu proses 6 dəfə dövr eləyir. İndi deməli, n hansı qiymətlisə, məndən n-in qiymətini istəyir də. N hansı qiymətlisə, n-dən 6 dəfə 8 çıxıb. Onda deyirəm ki, buradan n çıxılsın 6 dəfə 8. Çünki proses 6 dəfə dövr eləyirsə, n-dən 6 dəfə 8 çıxacaq. Və bu şərt n böyükdür bərabərdir 50-də həmişə ödənir. Ödənməməsi üçün, yox qoluna getməyim üçün hansı şərt ödənməlidir? N kiçikdir 50 şərti ödənməlidir də. Onda mən bu bərabərsizliyi həll eləsəm, n kiçikdir 48-i keçirsəm o tərəfə 98. N-in 98-dən kiçik ən böyük qiyməti nədir? 97-dir. Bu da olur növbəti sualımızın izahı. 26-cı sualda cavabımız olarsa 97. Baxın, 26-cı sual idi, 17-ci sual idi. Bu tipli sualları həll eləyə bilmək üçün riyaziyyat mütləqdir. Yəni, bir riyazi düşüncə, riyazi kafa lazımdır. Ona görə alqoritm bölməsi, yəni belə deyək də, riyazi cəhətdən zəif olan uşaqlarda, yəni bu tipli suallarda biraz çətinliklə qarşılaşa bilərsiniz. Yəni, burada riyazi düşüncə sizə kömək olur. Deməli, gəldik, baxdıq. 27-ci sualda nə deyir bizə? Deyir ki, uyğunluğu müəyyən edin. Heç nə, blokların gördüyü işləri biz tapmalıyıq. Daxil etmə, xaric etmə blokudur. Daxil etmə, xaric etmə də daxil olunması, çap olunması kimi verib. Birə AC. İkincisi, şərt blokudur. Şərt bloku, burada şərtin yoxlanılması 2-yə sadəcə D. Üçüncüyə də
Nə veribdir bizə? Bu da başlanğıc və sondur. Alqoritmin sonu, alqoritmin başlanğıcı. 3 ədəd B, Y. Bu da olur 27-ci sualımızın izahı. İndi gəlib baxırıq 28-ci suala. Burada nə deyir? Deyir ki, 28-ci sualda deməli, deyir ki, A və B dəyişənlərinin, deyir ki, buradakı addımlara uyğun blok sxemi qurun. Quraq buradakı addımlara uyğun blok sxemi. Deyir ki, A və B dəyişənlərinin qiymətini daxil edin. Deməli, biz blok sxem qururuqsa, birinci başlayırıq başlanğıcla. Bu olsun bizim başlanğıcımız. A və B qiymətlərini daxil eləyək. A-nı və B-ni daxil elədik. A-nı və B-ni daxil elədik. Bu birinci addımdır, bu da ikinci addımdır. İki addımı yerinə yetirdik. Evet, daha doğrusu birinci addımı yerinə yetirdik. Əgər A dəyişəninin qiyməti B-dən böyükdürsə, onda üçüncü addıma. Deyir ki, əgər A B-dən böyükdürsə, bir dənə şərt bloku qoydum. Şərt blokunun içərisinə nə yazdım? A böyükdür B. Deyir onda hə qolunda üçüncü addım yaz. Deyir üçüncü addımda A dəyişəninin qiymətini 10 vahid artır. Yəni A bərabərdir A-nın 10 vahid artırılması. A dəyişəninin 10 vahid artırdı. B dəyişəninin qiymətini 3 dəfə artırın və ikinci addıma keçin. Hə, mən bunu biraz yaxşı yazmadım. Dövr var burada. Bircə dəqiqə bunu belə yazaq. Belə yazsaq da bir problemi yox idi. Sadəcə görüntü nöqteyi nəzərdən hə qolunda A dəyişəninin qiymətin 10 vahid artırdım. A bərabərdir A plus 10 və B dəyişəninin də qiymətin 3 dəfə artırdım. B dəyişəninin qiymətini 3 dəfə artırdım. B də bərabərdir. B vurulsun 3. Və sonra deyir ki, bu addımları icra elədinizsə, ikinci addıma qayıdın. Buradan da qaydırıq ikinci addıma. Gəldik təzədən bura. İndi deyir ki, indi bizə nə deyir? İndi deyir ki, ikinci addıma. Deyir ki, A B-dən böyükdürsə, onda üçüncü addıma əks halda. Əks halı bunun yox qoludur da. Gəldim yox qolunda. 5-ci addım. 5-ci addımda nə deyir? A dəyişəninin qiymətinə B dəyişəninin qiymətinin 2 mislini əlavə edin və A dəyişəninə mənimsədin. Yəni, burada A bərabərdir. A-ya mənimsədirəm. A dəyişəninin qiymətinə B dəyişəninin qiymətinin 2 mislini. A üstəgələk B-nin 2 misli. Aha. Və bunu da A dəyişəninə mənimsətmişəm. Və sonda da nə deyir? Deyir ki, A dəyişəninin qiymətini çapa verin. Gəldik heç nə. Buradan da A dəyişəninin qiymətini çıxışa veririk. A dəyişəninin qiymətini çıxışa veririk. Və prosesi nə edirik? Sonlandırırıq. Baxın, bu blok sxem fraqmenti də bizdə olur. 28-ci sualımızın izahı. Baxın belə. İndi gəldik, baxdıq 29-cu suala. 29-cu sualda deyir ki, daxil edilmiş n sayda müsbət ədəddən, müsbət ədəddən demir, üzr istəyirəm. Deyir ki, daxil edilmiş n sayda ədəddən müsbət olanların ədədi ortasını, mənfi olanların isə hasilini tapan alqoritmin blok sxemini qurun. Quraq da, deməli, gəlirik, nə edirik? Bir balaca qələmimi qalınlaşdırıram. Deməli, başlayırıq başlanğıcdan başladıq. Mən n sayda ədəd daxil edirəm. N sayda ədəd. Deməli, deyir ki, indi gəlin baxaq. Mən bir cəm hesablamalıyam, bir də hasil hesablamalıyam. Deməli, mən gəlib nə edirəm? Cəmi hesablamaq üçün bir S bərabərdir 0 dəyişəni, hasili hesablamaq üçün P bərabərdir 1 dəyişəni, ədəd orta hesablayıram deyə müsbət ədədləri saymaq üçün bir K dəyişəni və bir də bir I dəyişəni götürürəm. I-yə də bərabərdir 1 deyirəm. Bu da prosesi dövrlətdirmək üçün mənə lazımdır. Bunun burasını biraz düzcə çək. Aha. Hə. K bərabərdir 0, I bərabərdir 1 dəyişənin verdim. İndi gəldik, baxdıq. Deyirəm ki, nə qədər ki, mənim i-m kiçikdir bərabərdir n-dən. Mənim i dəyişənim kiçikdir bərabərdir n-dən. Onda mən gəlib bir
ədəd daxil eləməliyəm. Gəlirəm bir, məsələn, M ədədini daxil eləyirəm. Bir M ədədin daxil elədim. İndi mən bu ədədin bu hər qoludur. Bu hər qoludur. İndi mən bu ədədin şərtlə yoxlamalıyam, mənfi və ya müsbət olmasın. Mən də burada neçə şərt blokundan istifadə eləyəsiyəm? Bir şərt blokundan istifadə eləyə bilmirəm. Çünki ola bilər ki, mən x-ə 0 daxil elədim. Məndə, yəni m-ə 0 daxil elədim də. Yəni, burada mən bir daxil elədiyim ədəd var. Bu ədədə 0 daxil etsəm, məndə onun üçün əməliyyat düşünməyibdir. Deyir ki, müsbətlərin ədəd ortasını hesabla, mənfilərin hasilini hesablayın. Ona görə ki, şərt blokundan istifadə edirəm. Gəldim birinci şərt bloku. Birinci şərt blokunda dedim ki, m böyükdür 0-dan. M böyükdür 0-dan, m böyükdür 0-dırsa, hər qolunda gəlib neynirəm? Deyirəm ki, s bərabərdir, s üstə gələk m, müsbətdirsə cəmləyirəm və bu müsbətləri də saymaq üçün k bərabərdir, k plus 1 deyirəm ki, bunları sayım. İndi gəldim yox qoluna. Yox qolunda təzədən bir dənə də şərt blokuna ehtiyac var. Niyə? M 0 ola bilər. Onun üçün əməliyyat nəzərdə tutmayıbdır. Gəlirəm buradan deyirəm ki, M kiçikdir 0-dan, yəni mənfi. Əgər mənfidirsə, təzədən hər qolunda gəlirəm, əməliyyat yazıram ki, P bərabərdir, P-yə 1 vermişdim də, P bərabərdir, P vurulsun M. Yəni, mənfilərin hasilini hesablayıram. İndi gəldik, burada yox qolunda hər hansısa bir 0, yəni ki, yox qolu 0 qiymətidir. Gəlirəm, bunların hər birin qaytarıram, hara? Bunların hər birini gəlib qaytarıram dövrə. Aha, bunların oxlarla göstərək. Bunların hər birini gətirib qaytarırıq. Yuxarıdakı şərtə. Amma burada da şərtin ödənməməsi üçün nə etməliyik? Biz hər dəfə i dəyişənini, i də bərabərdir, i plus 1 deməliyik ki, i dövrün, belə deyək də, tamamında bu i kiçikdir bərabərdir. I böyüsün, n-dən böyük olsun ki, şərt ödənməsin ki, dövrdən çıxa bilək. Bunu qaytardıq, gətirdik şərtə. İndi gəldik, baxdıq, bu şərtin ödənmədiyi yox halında da, biz gəlib neyniyəsiyik? S-i və P-ni çıxışa verəsiyik. Əvvəlcə ədədi ortanı hesablayıram. Ədədi ortada deyirəm ki, S bərabərdir. S bölünsün K. Yəni, bu cəmi saya böləcəm. Ədədi ortanı hesablayacaq. Sonra gəlirəm, S ilə P-ni çıxışa verirəm. S-i və P-ni çıxışa verirəm və bir də prosesi gəlib sonlandırıram. Burada damadamadı yazılar, ümidvaram ki, sizə aydın olar. Bu da olur bizdə 29-cu sualımızın izahı. Topluda bu tipli suallar olmalıdır. Yəni, qarşınıza çıxmış ola bilər bu suallar. Sonra 30-cu sual. 30-cu sualda bizə deyir ki, x ədədi və n natural ədədi üçün. Yəni, biz blok sxem fraqmentini quranda blok sxem fraqmentində x-i və n-i daxil eləməliyik. Deyir ki, bu cəmi hesablayan alqoritmin blok sxemini qurun. İndi gəlin baxaq. Bu cəmi hər dəfə mənfi ilə başlayıbdır. Mənfi, müsbət gedib. X-ləri hər dəfə x-in kvadratına vura-vura artırıb və burada da bizə ümumi düstur verib. n plus 1 və 2n düsturundan istifadə eləməklə belə bir cəm var. Bu cəmin alqoritmini hesablayaq. Gələk cəhd eləyək. Görək biz nə yaza bilərik. Birinci başlanğıcından başlayırsınız yenə də. Başlanğıcından başladınız. Deməli, siz əvvəlcə x-i və n-i daxil eləməlisiniz. Gəldik buradan x-i daxil eləyirəm və bir də n-i daxil eləyirəm. X-i və n-i daxil elədikdən sonra biz burada indi hansı dəyişənləri daxil eləyək? Cəm hesablamaq üçün bir s bərabərdir 0 dəyişəni daxil eləyərəm. Ondan sonra burada cəmdə hədlərin biri mənfi, biri müsbətdir deyə k bərabərdir, mənfi ilə başlayıb deyə k bərabərdir, mənfi 1 deyərəm. Prosesin gedişatında hər dəfə k bərabərdir, mənfi k deyəcəm ki, hədlərin biri mənfi, biri müsbət, biri mənfi, biri müsbət ala bilim.
Daha sonra ə, prosesdə prosesdə bir i də bərabərdir. Prosesini dövr eləyə bilmək üçün bir də i bərabərdir bir dəyişənin götürürəm. I bərabərdir bir dəyişənin götürürəm. Ə, bu belə. İndi gəlin baxaq. Biz burada nə edirik? Ə, hər dəfəsində ikisi də bir də eyb yox, buradan yazacaq. Bir də bir məsələn k mənfi 1 demişəmsə, bir də məsələn bir p dəyişəni götürürəm. P dəyişənin də qiymətini bərabər edirəm x-ə. İndi biz burada nə edə bilərik? Gəlirik buradan. Misal üçün deyirəm ki, şərt qoyuram. Şərtdə nə deyirəm? Şərtdə deyirəm ki, nə qədər ki i kiçikdir bərabərdir n-lə. I kiçikdir bərabərdir n-lə. İndi gələk baxaq. Düşürəm hə qoluna. Hə qolunda, hə qolunda. İndi biz gəlib nə edəcəyik? Gəlib indi S-i hesablamalıyıq. S-i. S-i nətər hesablayıram? Deyirəm ki, S bərabərdir. S üstə gələk. S üstə gələk. P vurulsun K bölünsün. Bax, buradan belə deyirəm. S üstə gələk. S üstə gələk. K vurulsun P. K vurulsun. Bircə dəqiqə bunu düzəldim. Elə bir biz nə etməliyik? X-i bölməliyik. Özdə mənfidir də. Bu mənfi ilə başlayır. K vurulsun. P-nin də qiyməti X-dir. K vurulsun P. K vurulsun P. Bölünsün. I plus 1 bölünsün. Bunu da belə yazmalıyıq da. Elə bil ki, i üstə gələk 1 vurulsun. Bu bir dənə də mötərizənin içərisində vurulsun. 2 vurulsun i. Baba beləsinə. Bunun burası biraz yaxşı görünmədi. Bir dənə qoy, bir də yazın bunu. Deməli, baxın biz burada nə yazacağıq? Hə qolunda. Əvvəlcə gəlib S-i hesablayırıq. Bunu bir balaca kiçildək. Hər qolunda gəlib S-i hesablayırıq. Deyirik ki, S bərabərdir. S üstə gələk. Bunu belə yazıram. P vurulsun K bölünsün. P vurulsun K. Yəni bu P X vurulsun K -1 bölünsün. I-nin qiyməti 1-dirsə, burada 1 plus 1, I plus 1 vurulsun 2i. Baba bunu belə yazdım. Bunu belə yazandan sonra i plus 1 bölü 2. Damadama deyə yazı biraz yaxşı görsənmir. İndi gəldik. S-i hesabladıq. İndi növbəti dəfə bu birinci elə bir x idi də. Elə bir x bıraq -1 bölünsün 1 plus 1 2. Yəni elə bir bu birinci həddi verdi mənə. İndi mən növbəti dəfə nə etməliyəm? Növbəti dəfə x-in kubun bölməliyəm. Onda gəlib deyirəm ki, P-ni dəyişirəm burada. P də bərabərdir. P vurulsun. P-nin qiyməti x idi də. X vurulsun x-in kvadratı. Və yaxud x vur x də yaza bilərəm. X vur x də yazdım. Bunu da yazdıq. Yəni növbəti dəfə P-nin qiyməti x-in kubu olacaq. P vur K olanda x-in kubunu bölmüş olacaq. Və K-nı da birinci hədd mənfi idi, ikinci hədd müsbət olmalıdır. Buradan gəlib deyirəm ki, K bərabərdir mənfi K-ya, K bərabərdir mənfi K-ya. Ki, növbəti həddim müsbət olsun. İndi mən bunu gətirib qaytarıram bura şərtə və i-ni də nə etməliyəm? Bir vahid artırmalıyam təbii ki. I də bərabərdir. I üstə gələk 1. Bunu da gətirdim, qaytardım şərtə. Proses bu şəkildə dövr eləyəcək. Şərtin artıq ödənmədiyi bir halda yox qolunda çıxışa gedəcək və çıxışda S-in qiyməti çap olunacaq və proses sonlanacaq. Bu da olur bizdə 30-cu sualda verilmiş cəmi hesablayan alqoritmin blok sxemi. Belə, bugün biz sizlə alqoritm bölməsində olan bütün sualların izahına baxdıq. Ümidvaram ki, hər biriniz üçün
faydalı oldu. Əgər hər hansısa bir belə deyək də sualda qaranlıq çətinlik olan bir məqam olarsa, şərh bölməsinə yaza bilərsiniz. Bacardığımız qədər yenidən dəstək kömək olarıq sizə. Və videolarımızdan daha çox abituriyentin, daha çox informatika öyrənmək istəyən şəxsin xəbərdar olması üçün videolarımızı paylaşmağı, videonu bəyənib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın ki, yeni videolarımız olduqda həmin videolardan da xəbərdar olasınız. Diqqətinizə görə sağ olun, hələlik.